Sabahın xeyir Azərbaycan, İTV xəbərin ardından biz də ölkədə, dünyada baş verən əsas xəbərlərin icmalını sizə təqdim edəcək Heydər Mirzə təqdimatında. Heydər, xoş gördük. Sabahınız xeyir, xoş gördük. Necəsiz? Əla, siz necəsiz? Biz də yaxşıyıq. Bugün deyəsən xəbər daha boldu, hə? Bugün xəbər boldur, bugün xəbər ciddidir və təəssüf ki, pis xəbərlər də var. Yəqin ki, İranda baş verən hadisələrdə Bəli, mən onu nəzərdə tuturam, insan tələfatı, ölülər, yaralılar. Təəssüf, amma keçmiş olsun. O zaman eşidirik, Uğurlar dinləyirik sizə. Heydər, buyurun. Çox sağ olun. Bir daha sabahınız xeyir. Heydər Mirzənin təqdimatında günün siyasi icmalına baxırsınız və artıq qeyd etdiyim kimi günün əsas xəbərlərindən biri elə dünya medianın ön lentlərindən çıxmır bu xəbər artıq 2 gündür. Bu da İranda Bəndər Abbas şəhərinin yaxınlığındakı limanda söhbət Şəhid Rəcai limanından gedir. Güclü partlayış baş veribdən və artıq kadrlardan da gördüyünüz kimi olduqca güclü bu partlayış nəticəsində ölülər və yaralılar var. Təxminən bu kadrlara mən baxanda qeyd edə bilərəm ki, bu da 2020-ci ilin yayında Livanın paytaxtı Beyrut şəhərinin limanında baş vermiş partlayışa çox bənzəyir. İlkin məlumatlara görə hadisə hansısa konteynerin və yaxud da tankerin partlayışı nəticəsində baş verib. Bu hələ dəqiq deyil, lakin nəzərə alsaq ki, həm Bəndər Abbas şəhəri, həm də ki, onun ətrafındakı limanlar, eyni cür elə Şəhid Rəcai limanı da İran üçün strateji əhəmiyyət kəsb edir və həm Fars körfəzi regionunu, həm də İranın belə deyək enerji sənayesini özünün xarici tərəfdaşları ilə nəqliyyat vasitəsilə, dəniz nəqliyyatı ilə birləşdirən bir hubdır, bir qovşaqdır. Ona görə İranın nüvə proqramı ətrafındakı çətinliklər və illah da ki, İsrail və ABŞ-la gedən danışıqların təlatümlarını nəzərə alsaq, adamın ağlına çox fikir gəlir. Artıq dünən xəbərlərdə deyilirdi ki, yaralıların sayı 1142 nəfərə çatıb, ölülər ən azı 40 nəfərdir. Lakin nəzərə alsaq ki, artıq qeyd etdiyim kimi partlayış kifayət qədər güclüdür. Ölülərin və yaralıların sayının artması gözlənilir. Artıq İranda matəm elan olunub. Dünən həm də ölkənin prezidenti Mahmud Pezeşkiyan da hadisə yerində olub və yeri gəlmişkən bugün İranın prezidentinin ölkəmizə rəsmi səfəri də gözlənilir. Bu faciə fonunda hər bir halda məsələ ətrafında aydın olmayan məqamlar var əziz tamaşaçılar və eyni zamanda belə bir versiya var ki, bunu da dünənləri yerli icra orqanlarına və fövqəladə hallar mütəxəssislərinə istinadən İranın Fars agentliyi yayıb ki, yanğın baxmayaraq ki 80% söndürülüb, buna baxmayaraq yanğının yenidən başlaması müşahidə olub dünən. Bu da bitum və digər kimyəvi maddələrin çətin söndürülməsi ilə bağlıdır ki, hal-hazırda İran tərəfi bununla da çətinlik çəkir. The New York Times yaydığı məlumatda isə deyilir ki, limanda partlayan raket yanacağı olub və xəbər verilir ki, bu raket yanacağının təyinatı İranın İnqilab Keşikçiləri Korpusudur. Lakin məlumat dəqiq deyil. Təbii ki, hələ biz bununla bağlı digər məlumatlar və təhlillər alacağıq çox güman ki. Diqqət çəkən başqa məqam da odur ki, partlayış Tehranla Vaşinqton arasında hazırda baş verən danışıqların növbəti turundan dərhal sonra baş verib və yeri gəlmişkən də bu danışıqlar heç də xoş keçməyib, qarşılıqlı, yəni hələ ki razılaşmalar müşahidə olunmur. Bu faciə ilə bağlı vəziyyət belədir. Gün ərzində xəbər xidmətlərimiz bununla bağlı məlumatları sizə çatdıracaq. ABŞ prezidenti Donald Trump Vatikanda Ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən sonra yenidən sərt bəyanatlar verib. Bu dəfə Ukrayna ünvanına deyil, bu dəfə Rusiya ünvanına. Bu barədə Truth Social hesabında paylaşım edən Donald Trump belə yazıb. Sitat. Bu məni düşünməyə vadar edir ki, bəlkə o, söhbət Vladimir Putinlə gedir, müharibəni dayandırmaq istəmir. Bəlkə başqa cür etməliyəm. Bank və ya ikinci dərəcəli sanksiyalar vasitəsilə hərəkət edim. Çox insan ölür. ABŞ lideri belə yazıb. Əslində sanki bu Donald Trumpın daxili bir dialoqudur. Daxili özünün səsi ilə bir müzakirəsi kimi bir şeydir. Yoxsa açıq aydındır ki, qarşı tərəf doğrudan da indiyə kimi danışıqlarda sülə hazır deyil idi. Bunu yəni indi kəşf etmək sual doğurur. Xatırladıram ki, hər iki lider, yəni söhbət həm Vladimir Zelenskidən, həm ABŞ prezidenti Donald Trumpdan gedir. Bu Roma papasının vəfatı ilə bağlı Roma papasının dəfnini ziyarət etmişdilər. Digər dövlət liderləri kimi orada Joe Biden da vardı yeri gəlmişkən və
maraqlı bir xəbər odur ki, bir neçə mühüm qonaq söhbət elə Donald Trumpın özündən, elə Vladimir Zelenskidən və həmçinin keçmiş prezident Joe Biden'dan da gedir. Bunların hamısı həmin bu mərasimdə dress kodu, giyimə qaydalarını pozmuşdular. Misal üçün, Vladimir Zelenskinin dress kodunu zaten bilirsiniz. Donald Trump mavi qalstuk taxmışdı, eləcə də Joe Biden. Halbuki onlara deyilmişdi ki, qalstuklar fərqli rəngli olmalıdır. Bundan başqa Donald Trump'ın əlbisəsinin, kostyumun da rəngi fərqli olub tələb olunandan. Xəbərdə həmçinin deyilir ki, Ukrayna prezidenti Vladimir Zelenski eyni zamanda Fransa prezidenti Emmanuel Macron'la da görüşüb və yeri gəlmişkən tədbirdə onlar yanaşı otururlar. Bunun üçün də protokolda Vatikan tərəfi müəyyən dəyişikliklər edib. Qaydalara gəldikdə əslində bu qaydalar çox yumuşaqdır və düşünürəm ki, bunlar xəbərlərdə yer almaq üçün biraz da qalmaqal xarakterli xəbərlərdir. Amma bütün bunlara baxmayaraq Ukrayna cəbhələrində döyüşlər davam edir. Dünənləri aldığımız xəbərlərdə deyilir ki, Xarkov istiqamətində Zapadnaya və Daraşevka kəndləri yaxınlığında Rusiya birləşmələrinin hücum əməliyyatları davam edir və düşünülür ki, onlar hər iki yaşayış məntəqəsini nəzarət altına almaq istəyirlər ki, xatırladıram ki, Roma papasının ölümü ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva da Bakıda yerləşən katolik kilsələrin birinə də ziyarət etmişdilər və baş sağlığı vermişdilər. Bu dünən baş vermişdir, əziz tamaşaçılar. Bu arada Panama məsələsi bir daha dünya xəbərlərinin ön xəttlərindədir. Bu da ABŞ prezidenti Donald Trump'ın növbəti dəfə bununla bağlı verdiyi bəyanatdır. ABŞ prezidenti tələb edir ki, Panama və yeri gəlmişkən Süveyş boğazından da keçən ABŞ gəmiləri, söhbət həm hərbi, həm ticari gəmilərdən gedir, heç bir rüsum ödəməsinlər. Çox maraqlı bir tələbdir. Çünki Donald Trump belə bir fikir irəli sürüb ki, ABŞ olmasaydı bu kanallar mövcud olmazdır. Panama kanalı ilə bağlı fikirlər fərqli ola bilər, amma öz tərəfindən mən Süveyş kanalı ilə bağlı bir tarixi bir arayış verim sizə. Süveyşdə, yəni Aralıq dənizini Qırmızı dənizlə birləşdirən o kanalı çəkmək cəhdləri ilk dəfə hələ eramızdan əvvəl 2000 il əvvəl, yəni qədim Misirdə həyata keçirilib bu cəhdlər və yer gəlmişkən uğuru da olub. Nil çayı ilə Qırmızı dənizi birləşdiriblər və bu vasitə ilə hələ o zamanlar qədim Misirdə insanlar gəmilərlə Qırmızı dənizdən Aralıq dənizinə və geri keçə bilirdilər. Daha sonra tarix içərisində bu boğaz dağılıb, sonra İranın imperatoru 1. Dara onu bərpa etmək istəyib. Napolyon Misir yürüşü vaxtında bunun bərpa cəhdləri vardı. Lakin yalnız 19-cu əsrin ortalarında sonuna yaxın belə deyək, dünya kapitalizminin imperializm stadiyasına keçici nəticəsində baş verib. Yəni inşaatı bu kanalın, söhbət Süveyş kanalından gedirsə və konkret olaraq Fransa kapitalının və Fransa mühəndislərinin məhsuludur. Yəni böyük sual yaranır ki, ABŞ olmasaydı, o kanallar olmazsa bu Süveyş kanalına şamil oluna bilərdi ya yox. Və yeri gəlmişkən bu kanal artıq 1956-cı ildə qanlı bir münaqişəyə səbəb olub. Söhbət Fransanın, İngiltərənin və İsrailin Misrə qarşı Süveyş təcavüzündən gedir ki, 1956-cı ildə baş vermişdir və onun da səbəbi o zamanki Misir prezidenti Nasirin həmin bu Süveyş boğazını milliləşdirmək cəhdləri idi. Söhbət gərginlikdən gedirsə, dünya xəbər lentlərində əsas xəbərlərdən biri də bu günlərdə Pakistanla Hindistan arasındakı olan gərginlikdir. Hər şey növbəti dəfə, hər dəfə olduğu kimi Dağlıq Qəşmirdə baş verib. Xatırladıram ki, bu ərazi mübahisəlidir və qismən Hindistan tərəfindən, qismən Pakistan tərəfindən nəzarətdədir və artıq videolardan gördüyümüz kimi çarxlarda bəlli olur ki, yəni insanlar bir-birlərindən bir tək avtomat və pulemyot silahlarından deyil, eyni zamanda artilleriya və raket sistemlərindən də atəş açırlar. Odur ki, gərginlik davam edir. Pakistan tərəfinin bununla bağlı bəyanatını səsləndirim sizə. Bu da Pakistanın Hindistanın fəaliyyəti ilə bağlı, yəni aktivliyi, hərbi aktivliyi ilə bağlı olan bəyanatıdır. Hindistan tərəfi vəziyyəti gərginləşdirməyincə İslamabad ona qarşı hərbi əməliyyatlara əl atmayacaq. Bunu Pakistanın Müdafiə naziri Xavaca Asif deyib və əlavə edib ki, Pakistan tərəfinin hər hansı bir hərəkətə başlamaq niyyəti yoxdur. Lakin qarşı tərəf davam etsə aktivliyə cavab qaçılmaz və adekvat olacaq. Əziz tamaşaçılar, bununla da bugünkü xəbərlərimiz bitdi. Bir daha xatırladıram ki, Heydər Mirzənin təqdimatında günün siyasi icmalına baxdınız. Sabahınız xeyir.